uşaqlıqdan arzum var ki, belə böyük ağaclar yoxdur. İkinci məsələdəysə, belə ağacla yavaş-yavaş düşüm aşağıya. Amma ağacdan düşəndə bu tutdan yeməsə... Gətirməyib. Stansiyanın yerləşdiyi Ucar rayonu ölkənin mühüm təsərrüfat rayonlarından biridir. Stansiya ərazisində yetişdirilən... Yox. Sonuncu söz tut. 2 cümləni deyəməm, uzun deyəcəm. Var, 1652 vaqon, yəni 99.000 tonluq əməliyyat, yük əməliyyatı. Gül. Biletlərimiz hazırdır. Ucara gedirik. Ucar Dəmiryol stansiyasının yaranması 19-cu əsrin sonlarına Bakı-Tbilisi xəttinin yaranmasıyla eyni dövrətdə təsadüf edir. Ucar rayonu tarixi isə çox qədim. Belə ki, 10-cu əsrdə yaşayan ərəb coğrafiyaşünası Əl-İstəxdinin Məmləkətlərin Yolları adlı əsərində Ucar adına daş gəlməyə mülküdür. Əvvəllər stansiyaların ətrafında dəmir yolcular üçün xidməti və yaşayış binaları tikilirdi. Bu da stansiya ətrafında yeni yaşayış məntəqələrinin yaranmasına və böyüməsinə gətirib çıxarırdı. Biləcəri, Yevlax, Gəncə, Ağstafa stansiyalarında olduğu kimi Ucarda da stansiya ətrafında dəmir yolcu qəsəbələri meydana gəlməyə başlamışdı. 2016-cı ildə daha təhlükəsiz hərəkət məqsədi ilə stansiya ərazisinə yeni yol dəyişənlər quraşdırıldı. 2025-ci ildə isə Ucar Hacıqabul sahəsində enerji sistemində bir dəyişiklik baş verdi. Belə ki, 122 kilometrlik bir hissədə dəyişən cərəyan sisteminə keçildi. Bu da qatarların fasiləsiz və stabil enerji ilə təmin olunması demək idi. İsti oldu. Hep sən eyni. Bundan sonra kutkasız çəkmamısın. Əməlim. Əsr əməlimdir. Stansiyanın yerləşdiyi Ucar rayonu ölkənin mühüm təsərrüfat rayonlarından biridir. Rayonda becərilən pambıq, taxıl və bu kimi məhsullar elə qatarlar vasitəsilə ölkənin dörd bir yanına daşınıb. Vaxtı ilə Ucar stansiyasında burada deməli pambıq zavodları fəaliyyət göstəribdir, nar zavodu burada fəaliyyət göstəribdir. Hal-hazırda bizdə burada neft terminalı fəaliyyətini davam elətdirir. Kənd təsərrüfatı texnikaları bazası fəaliyyətini göstərir. Yaxında olan bu tip zavodlar və müəssisələr dəmir yolunun inkişafına gətirib çıxardır. Ucar stansiyasından Bakı, Ağstafa, Bakı, Bakı-Qazax-Bakı, Bakı-Balakənd-Bakı marşrutları üzrə qatarlar hərəkət edir. Burada orta aylıq olaraq yük daşınma 600-700 qatarların qəbulu və göndərilməsi təmin olunur. Dağlarda duman gözəldir, qaşların kamanı gözəldir. Dağlarda duman gözəldir, qaşların kamanı gözəldir. 2025-ci ildə Ucar stansiyasından 4000-dən çox sərnişin istifadə edib. Bu ilin ilk rübündə isə bu rəqəm 1100-dür. Yük daşıma məsələsinə gəldikdə isə 2025-ci ildə Ucar stansiyasında 1652 vaqon üzrə 99.000 ton yük əməliyyatı icra olunub. Ucar stansiyasından sizə çatdıracaqlarımız bu qədər. Növbəti dəfə Ləkidə görüşəcəyik. Hələlik. Durnaların kanadında, durnaların